Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir. İndi xatirələrimizə qayıdırıq. Bu fikirlər keçmiş məcburi köçkünlərin dillərindədir. Artıq əzəli torpaqlara qayıdış növbəsi onlara da çatıb. Belə ki, bu mərhələdə Laçın şəhərinə 17 ailə 69 nəfər, Xocavəndin Hadrut qəsəbəsinə 6 ailə 26 nəfər, Qırmızı Bazar qəsəbəsinə isə 18 ailə 90 nəfər, Ağdamın Xıdırlı kəndinə isə 16 ailə 45 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Qeyd edək ki, Laçın şəhərinə, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bugün çox sevinçliyəm, çox söz tapa bilmirəm. Qarabağımıza, o gözəl dilbər göçüyə getməyimizə çox sevinirəm. Nəhayət ki, gəldik, bugünə çıxdıq. İndi gedəndə o yollarda baxdıqca, getdikcə indi nə keçirəcək onu Allah bilir. İndi də elə həyəcanlıyıq, sevinirik, çox sevinirik, şükür Allaha. Bugünə şükür ki, bizi qaytarırlar öz yerimizə, yurdumuza, vətənimizə. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərin anasına səbir versin. Bu şəhidlərin hesabına bugünkü gün biz gedirik vətənimizə. Qazilərin də Allah can sağlığı versin, şəfalarını versin ki, bax onların hesabına bugün gedirik. Mən şəxsən gedirəm Laçına, köçürəm Laçına, şükür buna.